Bəzən elə gəlir ki, hər şey üst-üstə düşüb. Dünyanın yükü çiyninə yığılır. Nə qədər dözsən də içində bir səs deyir: bəsdir artıq, daha gücüm qalmayıb. Amma sənə bir şey deyim. Hər kəs o anı keçirib. Fərq sadəcə ondadır ki, bəziləri orada qalır. Bəziləri isə o anı partlayışa çevirir. Bəli, sən səhv etdin. Bəli, yoruldun. Bəli, heç kim sənə inanmadı. Amma nə fərqi var? Onsuz da bu həyat sənə borclu deyil. Heç kim gəlib səni xilas etməyəcək. Sən özünü xilas etməlisən. Tənbəlliyini, qorxunu, bəhanələrini at bir kənara. Bugün, bu dəqiqə başla. Kiçik bir addım olsa belə, at onu. Çünki bir gün bu addımlar səni tam başqa bir zirvəyə aparacaq. Həyat sənə qarşı deyil, sadəcə səni sınayır. Səndən soruşur: doğrudan istəyirsən? Əgər bəli deyirsənsə, sübut elə, sözlə yox, hərəkətlə. Heç kim səni dayandıra bilməz. Əgər sən özün təslim olmamısansa. Unutma, sən artıq çox şey yaşamısan. Hələ çox şey edə bilərsən. Sadəcə inan və yadında saxla, səni xilas edəcək tək insan özünsən. Əgər bu sözlər səndə bir hiss oyatdısa, deməli biz eyni yoldayıq. Sənin kimi qalxmaqdan qorxmayanlarla birlikdə. O səbəbdən də abunə ol. Bu yolda bir-birimizi unutmayaq. Çünki bəzən bir cümlə, bir video, bir səs bütün həyatını dəyişdirə bilər.